Burada bardak harda sallar. Eşq olsun. Nə tərsən, nə var, nə yox? Kofedən, morfedən. Salam aleyküm Murat, necəsən? Bir dənə mənə kofe düzəltdir. Necəsən, nə var, nə yox? Mənə bir dənə kapuçino verə bilərsən? Salam aleyküm qardaş, necəsən? Bir dənə sadə su verərsən. Sadə. O gün mənəm deyir, niyə evlənmirsən? Mən deyim, sən niyə evlənmirsən? Bax qardaş, sağlam həyat tərzi yaşamaq lazımdır. Məşq eləmək lazımdır. Bax bu gün gedib trenajora yazılmışam. Həftədə gedib ən azı 2 dəfə story atacağam. Onun da marketə getmişəm. Bir qız mənə xeyli baxandan sonra qayıtdı belə elədi. Mama, xiyar yaddan çıxıb. Qəribədirlər bunlar. O günləri evin açarını itirmişəm. Məcbur day pəncərədən girdim. Bilsən nəyi başa düşdüm? Yazıq Spider-Man. Nə əziyyətlər çəkilmiş. Mən də deyirəm tormor, yaxı. Və buradan bütün kişilərə məsləhət vermək istəyirəm. Qadının xəyal etdiyi şeyi almayın. Siz onu alanda onu xəyalından məhrum etmiş olursunuz. Bu da bizə yaraşmaz da. Qabaqdan yay gəlir axı. Maskada çox isti olacaq. Gərək tumuşumu çıxardım. Pandemiya vaxtı köhnə sevgilimlə maşında gedirdi. Döndüm, gördüm yan tərəfdə Porsche-da bir qadın maska taxır. Dedim ki, mən də Porsche-da maska taxmaq istəyirəm. Qaqaş da qayda sanki maska mənlik. Neçə gündür davleniyam oynayır. Əsəbimdən partlayıram çünki pis oynayır. Bunu bir dənə 1, 2, 3, 4 elə da. Hələ bir dəfə də nəqliyyatın qiyməti qalxanda sevgilim dedi ki, narahat olma, hara lazım mən sənə aparıb gətirəcəm. Daha sərfəli qiymətə. O gün bir qıza yazdım ki, səndən xoşum gəlir. Oxudu, cavab yazmadım. Amma pis olmadım çünki bomba oxuyurdu. Sən təmizi səlimin qənim. Ürəyin nə istəyir, zakaz edeyim sənin üçün. Eksimin yanına taksi zakaz elə də. Rep xəbərləri. Son zamanlar bu Amerikada başlayır reperləri tez-tez ölməyə. Bizimkilər də qorxuya düşüb daha qlobala çıxmaq istəmirlər. Qaşıyın, heç nə olmasın. Babrat, borc yox, ideal çəki, mental sağlamlıq, 8 saat yuxu yatırsan. İdeal vaxtlarım idi. 8 yaşımda. O gün qız məndən bir dənə söz soruşdu. Dedim ChatGPT-dən soruşum, bir dənə romantik cavab versin. Nəsə soruşdum, bir dənə romantik cavab dedi. Özümə ləzzət elədi ya Allah haqqı. O gündən elə qızı qırmışam ChatGPT ilə danışır. Oscar'ı olmayan ən güclü aktrisa bilsən kimdir? Mənim bibim. Bəli, əlbəttə çatacaq. Narahat olmayın. Heç bir problem yox. Bəli, uşaqlar da işləyir. Aha, oldu. Sağ olun. Öldüm. Sağ ol. Necəsən? Neysə, getdim mən Murat. Görüşərik, özündən müğayət ol. Əgər bir Azərbaycanlı oğlan hər hansısa bir işə baxarıq deyirsə, deməli o işə heç vaxt alınmayacaq. Görmüsən hansısa bir oğlan gedib evdə qızla kinoya baxsın. Oradan da Amerikanı verərsən də. Salam, mən orada bir dənə iced matcha tea, green latte, strawberry verə bilərsən. Sən başa düşdün də, özüm də təkrarlaya bilməyəcəm indi. Bəziləri də gedib özünə aktyor deyir. Ömürlərində bir dəfə kameraya düşürlər, o da toyda kabab yeyən deyir. Deyir ilanlar da qış yuxusundan oyanıb. O bir dənə yığım görün bizimki neynir. Düzü saat 11-ə işləyib. Müdürüm mən hələ də yazmayıb. Mən işdən çıxarmış ola bilər. Zəhləm gedir də müdür mənə qeyri iş saatında yazanda. Elə bir bunun həyatı da yoxdur. Boundaries bitches. Alo, bəli. Əlbəttə, buyurun. Aha, əlbəttə olar. Heç bir problem yoxdur. Aha, çatdıraram. Alo, bəli, freelance işlər götürürəm. 5 slaydlıq təqdimat. Qoy baxa qiymət deyim, getsin. 5 slaydlıq təqdimat 3000. Okey, siz? Yox, mən də almayacağam. Mənim oversee saatına düşür. Bu millenniallarda işə elə bağlanır ki, elə bir şirkət yox, uzun müddətli münasibətdədirlər. Biz şirkətdə bir ailəyik. Mənim öz ailəmlə problemlərim var. İkinci paket götürməmişəm. Alo. Aha, bəli, narahat olmayın. Nə vaxt istədiyimi çatdıracağım. Bir transferdədir. Baxın, 98, 99. Mailinizi yoxlayın, çatmış olar artıq. Aha, bəli. Aha. Adımdan çıxdı. Mən istəsəm əslində çox stabil insanam. Amma satır mənə imkan vermir. Neyniyim mən? Sí, senyor. Sí, puedo. Vale, adios. Getdim qızım. Gedim. Axşama bir dənə bomba söhbəti var. Gələn səfər sənə danışacağam. Matı. Şotada yaz qardaşım nə deyəcəkdir, narahat olma. Yes. Yes, of course I can. Of course. Okay, see you, bye. İldə də ən azı 2 dil öyrənirəm, birdən bir gün işsiz qalaram. Görüşərik, boundary'ləri bir qoru. Deyirlər, süni intellekt işimiz əlimizdən alacaq. Alsın da nə olar? Deyim 1-2 gün yatın.